bütün şəhəri fırlan. Bundan yaxşısını tapsan gəl üzümə tüpür. Doğrudan. Ha, o günlər tapdılar, gəldilər tüpürdülər. Qaqa, sənə bir söz deyim, bu maşının köhnə sahibi həkim olub. Təmiz maşındır yəni. Ha, yox, həkim deyəndə mal həkimi olub. Da inəkdən tutmuş qoyun həkimi nə desən daşıyıb. İçəri peynindən girmək olmur ha. Ha, soxur sən öl. Ha, gəbra, sən öl, bu da bundandır. Ha, onun başını bura. Ha, gəbra. Qardaş salam aleyküm. Yaxşı Jiguli var. Deyə qardaşım, Almaniyadan təzə gəlib. Bal, yağın içində. Allah xeyir versin, göt apar. Qardaş Almaniyada Jiguli satırlar. Ha, Azərbaycanda Mercedes sata bilirlər, Almaniyada Jiguli sata bilmirlər. Qardaş Mercedes var buralarda. Ha, qaqa, niyə yoxdur ki? Mən hanı görmürəm axı. O deyə biri oradadır, biri də əynimdə. Qaqa, bax canım üçün bu maşını 3 dəfə avar eləyib. O 3 dəfə çoxdur da. Həm dilində bir dəfə eləyib desəm, nəsə dəyişəcək? Ha, bir dəfə eləyim, ha. Qaqa, heç bir narahatçı ehtiyac yoxdur. Bax, sənə söz deyirəm. Gül kimi maşın, sən öl. Bax, hava yaxsın, hamısı zordur, yerindədir. Hava yazsınlardan biz. Ha, 6 dəfə avar eləyib. Nətər yanardan bilirsən? Maşallah, necə lazımdır, iştirak eləyibdir. İndi inşallah 7-ci də lazım şəkildə iştirak eləyəcək. Qaqa, bax, söz deyirəm, əla maşındır. Sən öl özüm də bundan evdə işlədirəm. Sizə də bu maşındandır. Hə, bilim mənim maşınım da bu. Evdə bozda bunu sürürəm də. Qaqa, balamın canı üçün bu maşın heç vaxt avar eləməyib. Doğrudan. Ancaq bunu vurublar. Qaqa, əlim yanında satıram. Yoxsa heç satmazdım, sən öl. Niyə? Soruşmaya qaqa, o günləri motor yanırdı. Əlimi soxdum, əlim də yandı. Ona görə satıram. Qardaş, deməli Amerikadan özüm gətirmişəm maşını. Heç bir problem yoxdur. İstəsən Susaya da aparıb yoxlatdıra bilərik. Satış zamanı müştərilərin verdiyi suallara doğru və dolğun şəkildə cavab verin. Ha, nə bəs kraska? Bir dənə yıldırım vurmayıb onu. Qardaş bunlar 100 nə içir? Tutar ağı. Başa düşmədim. Hə, əmdir, nə içəcək? Maşın nə içir? Benzin içir də. Dəhşətlər sənə. Sən sana geri get. Qardaş bunun probegi nə qədərdir? Qaqa, indi sorsan yoxsa əvvəl? Nətər yəni başa düşmədim. Yəni, indi sıfırdır. Mən alanda 500 idi. Göt aparsan, bomba maşını. Buran bax, gəl bura. Dostum bunun probegi nə qədərdir? Ha, nə problem? Heç maşın sürülüb ki. Nətər yəni sürülməyib? Ha, ustadan çıxıb ki, sürülər. Qaqa maşın vurğu var. Qaqa, bir dənə vırığı var, onu da özüm vurmuşam. Necə yəni? Hə, qaqa, sən nə deyim? Bir dəfə evə gec gəldi. Əsəbləşdim, qoydum qulağın dibindən. Deyə vırığı da burada, gəl bax. Qardaş bu maşın yağ yeyir. Ha, yox, qaqa, nə yağ yemir? Dietada, jogu var. Dostum bunu sıxsan neçəyə qədər qalxar? Qaqa, bax, bir dəfə içkiliydim. Nətər sıxdımsa 2-yə kimi qalxdı. 200-ə kimi. Ha, yox, ikinci mərtəbəyə. Sən canı soxdun, hə? Alo, uşaqsan. Girən kimi qalxdın, hə? Qaqa, bax, bu maşın 4-300 gücündədir. At olur ya qardaş. Ha, həmdir, babamın tarlasını bununla şumlamışam. Mənə öyrətsən at nədir, öküz nədir? Dostum bunun ili nədir? Qaqa, bax, 58-in dekabrıdır, 59 sayılır da. Gül kimi yağın içində maşındır. Qardaş bu 95 ilə işləyir 92 ilə. Soruş gör, bu yetişdir. Qardaş bes kraskadır bu. Hə, qaqa, şəffafdır. Qabağdan baxanda arxa stop görünür. Nətər yəni? Hə, kraskası maşın olur. Ha, nağıl danışma, halalın olsun. Qardaş bu maşın paduşkası açılıb. Qaqa, açılmağına açılıb, amma yəni narahat olma, yetişdə qardaşın paşka qoyub da. Qardaş bə deyəsən bu müəllim maşındır, vırıq-vırıq bu. Hə, Yezdə müəllim olub, elə danışsan ki, dəhşətlər sən. Yer get o tarafa. Qardaş bu maşın suda batmışdı. Ha, batmışdı, çıxartdıq da, nədir ki? Suda qoyub gələsi yoxdur ki. Qardaş benzin bunlar necə? Çox içir. Günahlanmaram, qaqa. Nətər yəni? Hə, bu yazıq benzin üzü görür. Benzin tökmüşəm, getsin. Qardaş bu rul atılmadı. Hə, qaqa, at getsin, təzəsini taxarsan. Qardaş maşının vurğu var. Hə, var, təəssüf ki, arxadadır. İstəsəz, buyurun, baxın. Unutmayın ki, qiyməti ədalətsiz şəkildə şişirtməyiniz müştərini qaçırda bilər. Qardaş bə deyəsən bes kraska maşındır, bu nə gündədir? Hə, avar olub, kraska vurmamışıq da, bes kraskadır. Qardaş indi son yeri nədir bunun? 5000. Gəl 4000 elə götürüm. Qaqa, canım üçün 4000 metallon verdi, vermədi. Qardaş hər şey yaxşıdır, bir dənə ustaya da aparaq, yoxlasın götürürəm. Hə, canım üçün elə dünən çıxartmışam, ustadan. Və bunun ustaya ehtiyac yoxdur. Qardaş indi neçə versən bu maşını? Qaqa, belə bir köprülük maşın deyil. Amma 15000 ver götür. Qardaş onda bir dənə ustaya da aparaq, yaxşıdırsa götürürəm. Hə, ustaya niyə aparsan? Başda Liboy ustaya deyənlər, bu qanın maşını tanıyacaqlar. Bir də zəngivə baxar. Qardaş bir dənə də onda ustaya göstərək, vəsə, problem yox. Hə, elə usta mən. Bu maşın o qədər xarab olub ki, elə düzəldə usta olmuşam da. 5 manat ver, elə mən baxım. Qardaş bu maşın səndən əvvəl neçə nəfərdə olub? Qaqa, bax, rəhmətli Asifdə olub, rəhmətli Adildə olub, bir də rəhmətli Rəhmanda olub, bir də rəhmətli Vasifdə olub, savar eləmişdi səni, yaxşı uşaq idi. Bir də rəhmətli Vaqifdə olub, hə. Qardaş maşının son qiyməti nədir? Qardaş, satışı onun üçünə qoymuşam, sizə 12 yarıma verərəm. Heç nə, onu da alıram. Allah xeyir versin. Bugün də bu qədər dostlar. Videonu bəyənməyi və kanala da